Xudafərin körpüsü necə dağılıb? Azərbaycan memarlığının nadir nümunəsi olan Xudafərin körpüsünün tarixi haqqında müxtəlif fikirlər mövcuddur. İki yerə parçalanmış Azərbaycanın ortasında sərhəddə çevrilən Arazın üzərində yerləşməsi bu abidəni ölkənin ərazi bütövlüyünün simvolu statusuna yüksəldib. Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunmuş Xudafərin körpülərindən bizə yalnız ikisi məlumdur. Onlardan birincisi Baş Xudafərin körpüsü adlanır. Uzunluğu 130 metr. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200 metr təşkil edir. Dünya əhəmiyyətli abidənin 11-13-cü əsrlərdə tikildiyi ehtimal olunur. Zaman-zaman hücumlara məruz qalan körpünün 18-ci əsrdə Ağa Məhəmməd Şah Qacarın Qafqaza yürüşləri zamanı İbrahim Xəlilxan tərəfindən dağıdıldığı, daha sonra yenidən bərpa edildiyi güman olunur. Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsü Azərbaycan xalqının qədimlik və birlik rəmzinin təzahürü olaraq öz mənəvi dəyərini hələ də qoruyub saxlayır.